Əlimdə 1000 manat var, neyinin videosu var. Orada başlayanda zarafatla başladım. Amma sonunda cavabımı dedim və növbəti videolara da baxa bilərsiniz. Həmin videodan sonraki. Amma indi bir daha cavab verirəm. Çox yazırlar ki, əlimdə 1000 var, biri 3000, düzdür 30 minə kimi hamının əlində şükür nəsə var. İndi olmayanlara da Allah qismət eləsin ki, olsun, elə ondan da çox olsun. Suallar çox gəlir ki, əlimdə bu var, neyniyim, o var, neyniyim. Birincisi, həm indiki videomdan qabaqda paylaşdım, doğma iş məsələsində də. Biraz işi görəcəyiniz iş gərək doğma olsun. Amma o iş yetişənə kimi də, o iş tamamlanana kimi ha vaxt ki artıq qərar verdinizdə, həmin pulu indi əlinizdə saxlamayın, qoyun depozitə də. Ölkəmizdə depozitlər sığortalıdır. İlliyə qoymayın, aylığa qoyun. Aylıq da ki, məsələn, kartlar olur ki, istənilən vaxt götürə bilirsiniz də. Orada faiz o qədər olmur, amma yenə də həm üstünə pul gəlir, həm o pul bir şey deyil, sadəcə gözləntidəsiz də, işiniz olanda dərhal çıxardasınız. Həm də ki, o pulun qədrini də bilirsiniz, bir də ki, yığmaq elə daha asandır. Başqa sözlə, yəni belə bir seyirli bir söz yoxdur. Kimsə desə ki, ged onu elə, ged bunu elə. Yəni hər adamın özünün görəcəyi iş var da. Belə deməklə gedib eləmək olmur və yaxud konkret cavab da yoxdur. Sizin bu suallara, yəni konkret cavab yoxdur. Nə edeyim? Əlimdə pul gəlib gedib nə edəsən 100% tutacaq, elə bir cavab yoxdur. Mən heç videoların baxışlarına görə demirəm, amma bəzi zarafat videolarımı çıxsa, son bir neçə videolar vardı. Bax onlara baxın, ümumi demək istədiyimi başa düşsəz, ən azından özünüz üçün müəyyən bir ümid eləyirəm ki, nəticəyə gələ bilərsiniz. Çox sağ olun.